Hər il olduğu kimi bu ildə Gürcüstanın Müstəqillik Günü paytaxt Tbilisi ilə yanaşı ölkənin müxtəlif bölgələrində qeyd olunur. Eyni zamanda Müstəqillik Günü Marneolidə də təntənəli şəkildə təşkil olunub. Gələn qonaqlar üçün təşkil olunan müxtəlif tədbirlər, bir sıra musiqili proqramlar bölgədə xüsusi ab-hava yaradıb. Eyni zamanda onu da qeyd edək ki, əraziyə gələn qonaqlar üçün hərbi texnikadan nümayiş etdirilir. Müstəqillik günü ilə bağlı təşkil olunan tədbir Marnoli şəhərində yerləşən Yenə də Böyüyəcəklər abidəsinin yerləşdiyi parkda keçirilib. Bayram tədbiri Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Aparatının təşkilatçılığı və Marneoli Bələdiyyəsi meriyasının dəstəyi ilə baş tutub. Səhər saatlarından etibarən vətəndaşlar Gürcüstan Müdafiə Qüvvələrinə məxsus hərbi texnika və silahların sərgisi ilə tanış olmaq imkanı əldə ediblər. Ərazidə yerli sahibkarların əl işlərindən ibarət sərgi satış təşkil olunub. Həmçinin müxtəlif idman və əyləncə zonaları nümayiş etdirilib. Rəsmi hissədə Marneoli Bələdiyyəsinin meri Daur İsmailov, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin birinci müavini Liya Gigauri, Kvemo Kartli qubernatoru İlya Calaxanya, parlamentin üzvü Zaur Darğallı və Sakrebulu sədri Amiran Gürqadze çıxış edərək sakinləri bayram münasibəti ilə təbrik ediblər. Bugün Gürcüstanın Müstəqillik günüdür. Mən bu münasibətlə istəyirəm ki, bütün Gürcüstan vətəndaşlarını, Gürcüstanda yaşayan hər bir kəsi təbrik edəm. Qeyd etmək istəyirəm ki, biz hal-hazırda Marneoli şəhərində Yenidən Böyüyəcəklər parkındayıq. Burada yerli rəhbəriyyətin dəstəyi ilə və nazirliyin təşkilatçılığıyla çox gözəl, möhtəşəm bir proqram həyata keçirilir. Mən yenidən bugün münasibətilə hər kəsi təbrik etmək istəyirəm. Საქართველოს Avropas მხარდაჭერისა და სახელმწიფო მინისტრის აპარატის Ölkəmizin müstəqillik gününü bugün Marneolidə qeyd edirik. Marneoli müxtəlif millətlərə mənsub insanların, Azərbaycanlıların, Gürcülərin və ermənilərin əsrlər boyu birlikdə yaşadığı, ölkəmizin gələcəyi naminə birgə çalışdığı bir məkandır. Məhz ölkəmizin gücü və gözəlliyi də çox millətli olmağındadır. Bu əlamətdar gün münasibəti ilə bütün Gürcüstan vətəndaşlarını təbrik edir, hər kəsə sülh, əmin-amanlıq və uğurlar arzulayıram. დიდი სიამაყით ულოცავ ჩემს მარნეულელებს და სულიად საქართველოს. Böyük fəxr hissi ilə bütün vətəndaşlarımızı ölkəmizin milli bayram münasibəti ilə təbrik edirəm. Bildiyiniz kimi, bugün Gürcüstanın müstəqillik günüdür. Bugün hər birimiz üçün həm qürur verici, həm də bizi birləşdirən xüsusi bir gündür. Ölkəmizin suverenliyini və müstəqilliyini qoruyub saxladığına görə dövlət rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Hesab edirəm ki, milli maraqlarımızı düzgün qiymətləndirmək, onları qorumaq və gələcək nəsilləri ötürmək hər birimizin vətəndaşlıq borcudur. Qeyd edək ki, rəsmi çıxışlardan sonra tədbir yerli musiqiçilərin, xoreografiya kollektivlərinin və folklor ansambllarının çıxışları ilə davam edib.